olacaq. Nə gözəlliyi. İcazə versəz mən misal gətirəcəm öz nənəmdən. Şirəli babanın 40 yaşında infarkt eləyərsiniz. Həsən əmidən eləyərsiniz. qutardı, rəhmətli nənəyə keçdi. Yəni, Bəli, deyə buyur, bilərəm də, buyur. mənim xanım nənəm o vaxt müharibə Allah olub, rəhmət yəni eləsin. Allah müharibə rəhmət dövründə eləsin. babamın, yəni ata babamın həm qardaşı, həm öz bacısının yoldaşı müharibədə həlak olduqlarına görə onların uşaqları yəni kimsəsiz qalır da. Yəni babam öz himayəsinə götürür bunların hamısını. Aha. Mənim nənəm yeməyi ən birinci o uşaqlara çəkərmiş. Xanım nənəm yeməyi ən birinci o uşaqlara çəkərmiş. Amma burada bir nüans da var idi. O uşaqlar da öz yerini bilirdi. O uşaqlar da təsərrüfatda hamısı kömək eləyirdi. O uşaqlar hər biri öz missiyalarını yerinə yetirirdi. Bu arada yəni ki o uşaqların da uşaqları, yəni həmin o belə deyim də babaların nəvələri hamısı bu gün öz belə yerini bilən, işində olan bir insanlardır Maşallah ki, olsun. çünki Bildiğin dəyərlər harda yəni böhran dəyərlər keçirir. böhranı orada Bunu keçirdir ki, rəhmətli icazə nənəsi vermirsiniz. Babaya birinci yeməyin yaxşı yerini çəkməyib. Halbuki baba gedib işləyir də, düzdürmü? O işdə məsələ evin rüzüsü olmazdı ki. Babaya əslində yavaş-yavaş belə dağıdırır gedirik. Dağıtmaqdan söhbət getmir. Bu boydadır, düzdürmü? Böyüyün mədəsi bu boydadır. Böyük enerji işlətməlidir. Xanım, icazə vermirsiniz At sözümün tapmalıdır. məğzini Deyin. çatdırmağa. Sözün məğzi bundan ibarətdir ki, Aha. hər kəs üzərinə düşən funksiyanı biləndə, öhdəliyi yerinə yetirəndə, onda bu dəyərlər, adət-ənənələr də qorunub saxlanılır. Həmin uşaqlar özlərini hər kəs önlüyə vursaydılar ki, mənim atam yoxdur, o birisi desəydi mənim anam da yoxdur, mən hər kəs önlü eləyim, mən bu nənənin, ananın, yəni onlara xidmət eləyəndə başına oyun açım. Ata da orada desəydi ki, yəni bu qadın sizin qulluqçunuz dəyərlər onda qorunub axı. Onlar hamısı ailə təsərrüfatının yerinə yetirilməsində. Məsələn, mənim atam öz əmisi oğlanları ilə qardaş kimi böyüyüblər o ailədə. Yəni onlar Aydındır, mama dəyərləri qızları qoruyublar. deyirlər də, bəli, bibi Bəli. qızları. Bu dəyərlər də yenə də deyirəm, boşluq ordadır ki, mənəvi zəngin olublar onlar. Onlar özləri qazanıblar, əziyyət çəkiblər. Bugünkü uşaqlar o əziyyəti çəkmirlər. Bir not Bugünkü verim də. uşaqlar icazə vermirsiniz Aydın xanım müəllim. Buyurun. Bugünkü yəni ki, ailələrin dağılmasında da, problemlərin yaranmasında da, adət-ənənələrin silinib getməsində də məsələ bundan gəlir ki, qaynaqlanır ki, uşaqlar hər şeyi hazır tapırlar. Gözəl. Yəni buna görə də Doğru bizim fikirləşirsiniz. valideynlər, məsələn, toyların el özündə mən demirəm, adət-ənənələrin tərəfdarıyam və adət-ənənələr də həmən tezliklə silinib gedən bir şey deyil. Bu bizim genofondumuzdur. Biz bunu yaşadırıq. Məsələn, çərşənbə axşamlarında yanan çərşənbələr daha gürdür. Görürsüz, genofondumuza biz daha qayıdırıq hər dəfəsində. Amma Çox biz doğru. bu nüansı Hörmətli bilməliyik ki, psixoloq, hörmətli psixoloq, burada əyləşən xanımlar, biraz öncə